Salam herkese. Dünən axşam ayın 24-ü idi. Uber'də işlədim. Deməli bu palyakların heç biri pul verməklə arası yoxdur. Heç biri pul vermir. Dünən axşam 24-ü 12-ci ay 2025-ci il bir dənə palyak nənə var idi. Apardım, obşum. Dedi burada tək yaşayırsan, yəni bu ölkədə valideynin zadın yoxdur. Bunlar 24-ü bayramdır, 25-i də bayramdır bu gündə. Dedi bir 100 zlotu verirəm sənə. 20 zlot yazmışdı, çıxartdı 100 zlot da verdi. Dedi gözlə počakay, dedi gözlə sənə pul verəcəm. Dedi bu sənə Nikolay hədiyyəsi verirəm. Yəni baxmır müsəlman oldun, nə bilim nə oldun. Yəni içində belə retki olur ki, belə pul verir. Retki. %1'ini mən belə görmüşəm. Bu gün də gördüm, yəni paylaşım. Yəni burada Polşada yəni belə çaya boy deyilən şey, yəni müştəriyə pul verim artıq yoxdur. Yəni nənə verdi.